Salam aleyküm şeyx. Və aleyküm salam və rəhmətullah və bərəkətuh. Bir neçə suallar var həftə ərzində. Bəli, buyurun. İlk öncə sual budur ki, Yezid İmam Hüseyni öldürənlərə nə üçün cəza vermədi? Bu barədə nə deyə bilərsiniz? Elhamdülillahi vəxdə və salatu və salamu alə mən lə nəbiyyə bədə əmmə bəd. Selamu aleykum və rəhmətullahi və bərəkətuh. Yəni, o Kərbəla hadisəsi faciədir doğrudan, böyük faciə. Çünki orada nəinki Hüseyin. Necə Həsən el-Basri buyurur, rahiməhullah, orada 16 ya 17 Əhl-i Beytdən olan adam öldürüldü. Nəinki Hüseyin. Hüseynin qardaşları, qardaş oğlanları, əmsi oğlanları və Hüseynin qardaşları, Hüseynin qardaşı çox idi axı, bir dənə Həsən deyildi. Hüseyin, çünki Əli ibn Əbi Talib, Fatimə radiyallahu anhə, Ömər ibn Xəttabın qaynanası, dünyasını dəyişəndən sonra Əli ibn Əbi Talib neçə dəfə evləndi və onlardan uşaqlar var idi. Əbubəkr, Ömər və hələ orada şəhid olanlarda Əbubəkr da var idi. Və sadəcə nə üçün Yezid Ömər ibn Sədi, Ubeydullah ibn Ziyadı, Şumur ibn Zülcavşəni və s. Onları cəzalandırmadı. Siz tarixdə bərdən hərdən olur bəzi şeylər qəribə ya məlumatların gəlib çatmamağı dəqiq. Misal qəti heç nə demək olmur, çətindir. Lakin belə ab-havadan o vaxtki ab-havanı oxuyanda, o vaxtki vəziyyəti oxuyanda görürsən ki, bu fitnə olanda fitnəni qızışdırmırdılar. Fitnəni yatıstırmaq üçün müəyyən səbəbləri gedirdilər. Hətta səbəblər ağır olsa belə. Ne üçün biz Yezidin, Hüseynin qatilləri neynədi, neynəmədi? Onu yox, ondan qabağı gedək. Məsələn, Əli ibn Əbi Talib, Osmanlı qatilləri heç dənəmədi. Heç dənəmədi. Elə Muaviyyənin də tələbi bu idi. Və bu səbəb oldu Şamın ayrılmağı xilafətdən. Bu səbəb oldu Siffin döyüşü baş verdi. Yəni, görsənir ki, o vaxtki vəziyyət biraz fərqli idi yanaşma. Çünki bilirsiniz, fitnə olanda biz görürük ki, fitnəni qızışdırmırdılar. Fitnəni yatıstırırdılar. Ola bilən müəyyən vaxtdan sonra gözləyirdilər ki, vəziyyət sakitləşəndən sonra bəzi məsələləri həll eləməyə. Çünki özünüz təsəvvür edin də, məsələn, Ömər bin Saddır və ya Ubeydullah ibn Ziyad Kufənin valisidir. Məsələn, o Kufədədirlər. Onlardan biri validir, Kufənin valisi. Və Kufə də bu hadisədən sonra daha da qızışır. Və təbii ki, ola bilsin onları cəzalandırmaq fitnəni daha da böyüməyinə səbəb ola bilərdi. Necə ki, Əli ibn Əbi Talib radiyallahu anh, Umar bin Xattamın qaynatası, Osmanın qatillərinin heç toxumadı, fitnə böyüyəcəkdi. Çünki həm o vaxtı, həm bu vaxtı onlar qəbilələrdən ibarət idi. Biraz qəbilələrə yanaşma başqadır ərəblərdə. Bu onu göstərir ki, fitnə böyüyəcəkdi. Ola bilsin, ən böyük səbəblərdən biri budur.